açılış mərasimində çıxış üçün söz verilir. Zeyd Döyüş Mərkəzinin prezidenti Emin Əliyevə. Hörmətli qonaqlar, hörmətli idman ictimaiyyəti, əziz idman sevərlər. Sizin hər birinizi Zeyd Döyüş Mərkəzində səmimiyyətlə salamlayıram. Nitqimə keçməmişdən öncə bu möhtəşəm gecəni, qala gecəsini Ali Baş Komandanımız, Müzəffər Ordunun komandanı Cənab Prezident İlham Əliyevin doğum gününə əsr edirik. Ali Baş Komandanımıza Ali Baş Komandanımıza uzun ömür, can sağlığı, gələcək işlərində daim uğurlar arzulayırıq. Bildiyimiz kimi, heç təsadüfi deyil ki, artıq 2026-cı il Azərbaycan, Bakı şəhəri idman paytaxtı, dünyanın idman paytaxtı elan edildi. Bu münasibətlə bütün Azərbaycan xalqını təbrik edirəm. Çox sağ olun. Hörmətli qonaqlar, bildiyiniz kimi, dövlətimizin, Ali Baş Komandanımızın idmana olan diqqət və qayğısının nəticəsidir ki, artıq Azərbaycanın bayrağı dünya arenalarında dalğalanır və artıq gündən-günə də idmanımız inkişaf edir. Bu tədbirin ərsəyə gəlməsində başda Əli Əsgərov olmaqla bütün Zeyd Döyüş Mərkəzinin idarə heyətinə, Arpaçay İdman Birliyinə, MMA və Gənclər MMA Grappling Federasiyası, Azad Əsgərov başda olmaqla bütün onun komandasına, eləcə də bu günlü tədbiri baş tutmaqda sponsorlarımıza dərin təşəkkürümü bildirirəm. Bildiyimiz kimi, bu günləri, bu möhtəşəm gecə 22 idmançı 11 döyüş sərgiləyəcək. Hər birinə uğurlar arzulayıram. Zeyd Döyüş Mərkəzi haqqında qısa məlumat vermək istərdim. Zeyd Döyüş Mərkəzi Azərbaycanda uşaqlar, yeniyetmələr və gənclər arasında MMA döyüş növünə marağın artırılması, gənclərimizi pis vərdişlərdən çəkindirmək, onların idmana marağının artırılmasıdır. Heç təsadüfi deyil ki, bizim şüarımız da ən sevmədiyimiz idman növü pis vərdişlərdən yaxşıdır. Bir daha hər birinizə dərin təşəkkürümü bildirirəm. Mərkəzimizin bu möhtəşəm gecənin ərsəyə gəlməsində burada iştirakçılara, yarışçılara, idman ictimaiyyətinə, hər kəsə, hakimlərə, bizə bu təşkilatçılıqda kömək olan hər kəsə, arenada oturan bütün soydaşlarımıza dərin təşəkkürümü bildirirəm və açıq elan edirəm yarışımızı. Təbriklər. Çox sağ olun diqqətiniz üçün. Təşəkkür edeyim mənim, təşəkkür edirik.